Dərdin 9-cu mərtəbəsində bizim gözümüzdə saatla bu su. Bilirsiniz ki, 90-cı illərdə deməli su da qaz və işıq kimi fasilələrlə verilirdi və yuxarı mərtəbələrə də o təzyiq az olduğu üçün heç veriləndə də gedib çata bilmirdi. Müəyyən saatlarda gəlirdi sular. Və adi bir məişət hadisəsinə şair görün necə bir göndərmə eləyir və bu hadisənin içərisindən poetik bir ifadə tapıb Azərbaycan ədəbiyyatına bəxş eləyir. Bu nədir? Dərdin 9-cu mərtəbəsi. Yəni dərdin böyüyü deyirlər, dərdin dözülməzi deyirlər, ağırı deyirlər. Ancaq belə bir ifadə etiraf edək ki, ilk dəfə Salamdan eşidirik. Dərdin 9-cu mərtəbəsi. Və burada su necə saatla gəlir, insan da müəyyən melanxolik hallarda ağlayır. Yəni həmişə ağlamır, bütün sutkanı insan ağlamır, müəyyən saatlarda ağlayır. Və şair adi bir məişət hadisəsinə göndərmə eləyərək həm özünün mətninin alt qatını yaradır, həm də Azərbaycan ədəbiyyatına, belə deyək ki, balaca da olsa bir töhfə verir. Ancaq mən daha çox onun indi deyəcəyim bəndi üzərində dayanmaq istəyirəm. Deyir, həkiməm, xalatım, kəfən qəminəm, qorxu duşarını salam əminəm. Qollarım bağlanıb qopuz simiylə. Hə, ərə gedən qız, nə çalım sənə. Şeirin ikinci misrasına fikir verin. Bizim arxetipdə uşağı əmi ilə qorxutmaq var. Əmi gəlib səni döyəcək, əmi gəlib sənə acıqlanacaq. Yəni, yeməsən əmi yiyəcək, belə bir inanc var. Salam sadəcə bu inanca, bu ifadəyə yeni bir çalar verib, ona yenidən bir dəyər verib, onu sevgi kontekstinə gətirir və insana fərqli bir duyğu yaşadır. Yəni, sevdiyin qız başqasına gedib, o öz uşaqlarını əmi deyib səndən qorxudur. Və doğrudan da başqasına gedən, başqası ilə ailə quran, sevdiyin qız üçün sən necəsən, nə cürsə artıq qorxulu bir əmisən. Bu misrada başqa dərin mənalar da var, hətta intim mənalar da var. Sadəcə mən ora çox getmək fikrində deyiləm və dərhal keçirəm üçüncü deməli misraya, 3-cü, 4-cü misralara. Burada isə Dədə Qorqud filminə çox mastercəsinə bir göndərmə var. Filmdə bilirsiniz ki, Beyrək uzun müddət həbs yatandan sonra gəlir, Banu Çiçəyin toyuna çıxır. Həmin toy vaxtı bunu tanımırlar və bu da deməli Ozan cildində gəlib xanımla görüşür və deyir, mən qopuz çalım, ərə gedən qız oynasın. Salam isə bu vəziyyəti, bu situasiyanı yenidən dəyərləndirir və yeni gəlmişkən bu nadir şeirlərdəndir ki, mətnə yox, filmə göndərmə eləyib. Yəni, adətən biz intertekstual mətnlər arası əlaqə deyirik. Bu, filmlə mətn arasındadır, amma belə ciddi götürəndə, yəni ciddi yanaşanda filmin də öz mətni var. Sadəcə onun təhkiyəsi, görüntü təhkiyəsidir, vizual təhkiyədir. Görün, Salam bu vəziyyəti necə